Britaniyanın Birinci Dünya müharibəsinə necə sürükləndiyini araşdıran bu qısa izaha xoş gəldiniz. Gəlin dərhal mətləbə keçək. Təsəvvür edin, Balkanlarda kiçik bir böhran yaranır, amma nəticədə nəhəng Britaniya imperiyası qlobal müharibəyə girir. Necə? 1914-cü ildə Britaniyanın dünyadakı mütləq hakimiyyəti sürətlə güclənən və silahlanan Almaniyanın ciddi təhdid altındadır. Təhlükə çox real idi. Qalib Almaniyanın Qərbi Avropaya və La-Manşa nəzarət etməsi Britaniya üçün kabus ssenarisi idi. Lakin maraqlısı budur ki, o vaxtki hakim liberal hökumət müharibəyə qoşulmaq barədə qətiyyən həm fikir deyildi. Parçalanmışdılar. Baş nazir Askvit Dalana dirənmişdi. Ya Fransaya verilən gizli vədləri pozacaqdı, ya da partiyanı bölüb hakimiyyəti itirəcəkdi. İnana bilərsiniz, hətta 1 avqusta qədər belə əksər siyasətçilər bu qanlı münaqişəyə girməyə qəti şəkildə qarşı idilər. Bəs birdən-birə nə dəyişdi? Niyə məhz kiçik Belçika Britaniya üçün birdən-belə həyata əhəmiyyət daşımağa başladı? Cavab tarixdə gizlidir. Belçikanın toxunulmazlığına və bitərəfliyinə zəmanət verən 1839-cu il London müqaviləsi. Bilirsinizmi, hökumət əvvəlcə elə düşünürdü ki, bu müqavilə əslində onları hərbi güc tətbiq etməyə qətiyyən məcbur etmir. Amma 4 avqustda hər şey alt-üst oldu. Almaniya Fransaya gedən yolu qısaltmaq üçün bir tərəf Belçikanı amansızcasına işğal etdi. Almaniya kanslerinin bu mühüm müqaviləni sadəcə kağız parçası adlandırması isə Britaniyada sözün əsl mənasında partlayış yaratdı. Bu, hökumət üçün göydən düşmə oldu. Geosiyasi maraqları həyata keçirmək üçün onlara lazım olan o əxlaqi bəhanəni verdi. Cəmiyyətdəki bu kütləvi qəzəb, dünənə qədər bir-birini qıran siyasətçiləri və xalqı bir anda dəmir yumruq kimi birləşdirdi. Hadisələr ildırım sürəti ilə cərəyan edirdi. O gecə ultimatumun vaxtı bitən kimi nəhəng imperiya artıq müharibənin içində idi. Diqqət edin, o andan etibarən Fransanı yox, məhz zavallı Belçikanı qorumaq müharibənin əsas ictimai şüarına çevrildi. Hökumətin təbliğat maşını dərhal işə düşdü. Düşməni şeytanlaşdıraraq bu işğalı Belçikanın zorlanması kimi dəhşətli bir tabloya çevrildilər. Küçələrdəki çağırış posterləri belə almanların o sənədin necə saymazlıqla cırmağından bəhs edirdi. Bu, insanları orduya cəlb edirdi. Amma tarixçilər bugün də deyir ki, pərdə arxasında əsl məqsəd hər zaman Almaniyanın Avropadakı hegemonluğunu əngəlləmək olub o. Bəs sizcə hökumətlər öz soyuq və sərt geosiyasi maraqlarını gizlətmək üçün əxlaqi qəzəbdən daha neçə dəfə istifadə ediblər?